Salam hər kəsə. Axır ki, Cause and Effect kitabını çəkib yükləməyə vaxt tapa bilmişəm. Kanalıma yeni gələnlər üçün bildirim ki, Cause and Effect kitabından əvvəl onun daha aşağı səviyyələri olan Facts and Figures və Thoughts and Notions kitablarını demək olar bütün mövzularını çəkib yerləşdirmişdim. İndi də başlayıram Cause and Effect kitabından və onun içindəki bütün mövzuları çalışmalarla bir yerdə başlayacağım yükləməyə. Deməli, Unit 1 Lesson 1 birinci bölmənin birinci dərsi Burke and Wills Across Australia mövzusunun mətnini oxuyub analiz edəcək, tərcümə edəcək və sonra ona aid olan speaking, comprehension, lüğət və sair tapşırıqları yerinə yetirəcək. Australia is a huge country. Vergülə kimi tərcümə edək həmişə birinci. Avstraliya nəhəng bir ölkədir. And the outback, outback-i isə, outback sözünü burada izah edib ki, the Australian word for the interior of the country. Outback deməli, for the interior of the country. Ölkənin interyeri üçün, daxili hissəsi üçün Avstraliya sözüdür. Deməli, Avstraliya böyük, nəhəng ölkədir və onun outback-i, yəni iç tərəfi is desert, səhradır. In some years, bəzi illərdə, it rains only 8 centimeters in the outback. Outback-da sadəcə 8 cm yağış yağır, but in other years, amma başqa illərdə, rainstorms turn the desert into sandy swamps. Okay. Turn dəyişmək, çevirmək deməkdir, düzdürmü? Turn into ifadəsi var ki, onun arasında desert giribdir. Deserti dəyişir. Turn the desert into sandy swamps. Deməli, yağış fırtınaları səhranı, qumlu swamps, bataqlıqlara turn into, çevirir. Okay. Until the 18th century, 18-ci əsrə qədər, until qədər deməkdir, only aborigines lived in Australia. Avstraliyada yalnız aborigenlər yaşayırdı. Demək, bunlar kim imiş? These are the first people who lived in Australia. Bunlar the first people'dılar. İlk insanlardılar. Who? Kim ki, Avstraliyada yaşamış. Yəni, aborigenlər Avstraliyada yaşamış ilk insanlar imişlər. When Europeans, bu söz Europeans kimi tələffüz olunur, ha? When Europeans went there to live, Avropalılar orada yaşamağa gedəndə, they built towns on the coast. They built towns. Onlar şəhər tikdilər, harda tikdilər? On the coast. Onlar sahildə şəhərlər tikdilər. Coast sahil deməkdir. However nə deməkdir? Lakin deməkdir. Lakin 1850-ci illərdə people began thinking more about the interior. Lakin 1850-lərdə insanlar interior haqqında began thinking more, daha çox düşünməyə başladılar. In 1860-da, Robert O'Hara Burke, a police officer from Ireland, deməli 1860-da, a police officer from Ireland, İrlandiyadan olan bir polis zabiti, Robert O'Hara Burke, was chosen. Choose seçmək, was chosen-dəki məchul növdə olur nə? Seçilmək. Seçilmişdi. Nə üçün seçilmişdi? To lead an expedition across the continent. Kontinent nədir? Qitə. Qitə boyunca ekspedisiyanı liderlik eləməyə, başçılıq eləmək üçün seçilmişdi. From south to north, yəni cənubdan şimala doğru ekspedisiyaya başçılıq eləmək üçün seçilmişdi. He took with him William John Wells. Take götürmək, took keçmiş zamanda götürdü. He took with him, o özü ilə bu adamı and 11 other men, camels, horses and enough supplies for a year and a half. O özü ilə bu adamı götürdü və 11 other men, 11 başqa adamı, dəvələr, atlar və enough supplies, kifayət qədər təchizat for a year and a half və il yarıma kifayət edən qədər təchizat götürdü. They left Melbourne, onlar Melbourne tərk etdilər. For the Gulf of Carpentaria. Carpentaria Gulf körfəzi üçün. Yəni belə deyək də, Melbourne-dan çıxıb həmin körfəzə getdilər. Məsələn deyirəm ki, I left London for Baku. Olur ki, mən Londondan Bakıya getdim. And I left London tərk etdim for Baku, Bakı üçün, oraya getmək üçün. On August 20, winter in southern hemisphere. Bu zaman cənub yarımkürəsində. Yarım deməkdir, sfirdəki sfera, kürə. Hemisphere olur nə? Yarımkürə. Deməli, cənub yarımkürəsində bu zaman qışda tərk elədilər. The expedition had problems from the beginning. Ekspedisiyanın problemləri var idi. From the beginning, ən başdan. Ekspedisiyanın başdan problemləri var idi. Burke had no experience in the outback. Burke'un outback'də təcrübəsi yox idi. The man fought, fight, dalaşmaq və keçmişdə olur fought.
Adamlar dalaşırdı. And would not follow orders. Order əmr deməkdir. Düzdür, başqa mənalar var. Sifariş mənası da var, amma burada komanda əmr mənası verir. Deməli, adamlar dalaşırdılar and would not follow orders və əmrləri follow eləmirdilər, yəni icra eləmirdilər. Twice they left some of their supplies. Twice, 2 dəfə they left some of their supplies. Təchizatların bəzilərini left, tərk etdilər, yəni qoyub getdilər. So that ki, yəni 2 dəfə təchizatlarını qoyub getdilər ki, they could move faster. Ki, they could move faster, daha tez hərəkət edə bilsinlər. And later, sent one of the men, sonra da adamların birini göndərdilər, William Wright'ı back for them, onlar üçün geri. Okay. Deməli, 2 dəfə onlar təchizatlarının bəzilərini qoyub getdilər ki, daha sürətli hərəkət edə bilsinlər. Sonra isə adamlarından birini, William Wright'ı onlar üçün geri göndərdilər. Finally, yəni təchizat üçün geri göndərdilər. Finally, a small group led by Burke. Nəhayət, Burke tərəfindən idarə olunan kiçik bir qrup moved on ahead. Move on irəliləmək, hərəkət eləmək, ahead-dəki irəli. Of the others. Digərlərindən irəli hərəkət elədi, digərinin qabaqda oldu. To a river named Cooper's Creek. Cooper's Creek adlı bir çaya doğru irəlilədilər and set up their base camp. Və onların base camplərini, yəni əsas kamplarını set up qurdular. Set up nədir? Qurmaq. Məsələn, telefonda budilnik quranda fikir verə bilərsiniz ki, set up sözü set an alarm. Alarm qurmaq kimi set up sözünə rast gəlmiş ola bilərik. They were halfway across the continent. Onlar kontinent boyunca yarı yoldaydılar hələ. Halfway yarı yol. But it was summer now. Amma indi yay idi. With very hot weather and sandstorms. Amma indi çox isti havası və sandstorm, qum fırtınaları olan yay idi. They waited a month for Wright. Onlar Wright'ı bir ay gözlədilər. And then Burke decided that. Sonra isə Burke qərara gəldi ki, 4 from his small group, onun balaca qrupundan 4 nəfər, with 3 months supplies, should travel the 1,250 kilometers to the north coast as quickly as possible. Okay. Qərara gəldi ki, qrupundan 4 nəfər, yoxsa 3 nəfər? 4 nəfər 3 aylıq təchizat ilə 1250 kilometr to the north coast, şimal sahilinə as quickly as possible. As quickly as possible nədir? Mümkün olan qədər tez səyahət eləməli idilər. Əzəzi bilirsiniz də kimi demək. As quickly as possible. Mümkün olan qədər cəld. Və yaxud as soon as possible. Nədir bu? Mümkün olan qədər tez. Məsələn, kiməsə deyirsən ki, filan işi gör. Müdür tapşırır ki, filan işi gör. Axırına deyir ki, ASAP. Yəni, mümkün olan qədər tez. As soon as possible. They told the others to wait for them at the Cooper's Creek. They told the others. Onlar digərlərinə dedilər ki, onları Cooper's Creek'də, yəni bayaqki sayın adı olan Cooper Creek'də wait gözləsinlər. The journey across the desert was very difficult. The journey, səyahət across the desert. Səhra boyunca olan Səhra boyunca olan səyahət was very difficult. Çox çətin idi. But at the end of the January, amma yanvarın sonunda they reached the Flinders River. Onlar yanvarın sonunda Flinders çayına çatdılar. Near the Gulf of Carpentaria. Carpentaria körfəzinin yaxınlığındakı həmin o çaya çatdılar. They started their return journey. Onlar başladılar their return journey. Geri səyahətlərini başladılar. Qayıtma səyahətlərini başladılar. But now it was the rainy season. Amma indi yağışlı fəsil idi, sezon idi. And traveling was slow and even more difficult than on their trip north. Və səyahət etmək yavaş idi. And even more difficult və hətta daha yavaş idi onların şimal olan səyahətindən. They did not have enough food. Olan kifayət qədər ərzağı yox idi. And the men became hungry and sick. Adamlar isə ac və xəstə oldular. Then one of them died. Sonra one of them onların biri öldü. Some of the camels, one of them onların biri. Some of the camels, dəvələrin bəziləri died, öldü. Or were killed for food. Dəvələr öldülər və yaxud were killed, öldürüldülər. For food, yemək üçün öldürüldülər. Kill, öldürmək. Were killed, artıq məchul növdə öldürüldülər. Yəni, insanlar tərəfindən öldürüldülər.
Finally, on April 21, axır ki aprelin 21-də they arrived back at Cooper's Creek. Cooper's Creek'ə arrived back geri çatdılar, yəni geri qayıtdılar. Only to find that no one was there. Yalnız onu find that aşkar etməyə ki, heç kəs orada yox idi. Yəni qaydanda elə onu aşkar edilər ki, heç kəs yox imiş. The rest of the expedition, rest nə deməkdir? Rest demində ki, istirahət mənasını bilirsən ancaq. Rest bir dənə deməkdir, qalan. The rest of the expedition, ekspedisiyanın yerdə qalanı. Məsələn, the rest of my life, ömrümün qalanı. The rest of the day, günün qalanı və s. The rest of the expedition had left the day before because they thought Burke must be dead. Ekspedisiyanın qalanı had left the day before. Bir gün əvvəl çıxmışdı, getmişdi. Çünki they thought Burke must be dead. Onlar düşünürdülər ki, Burke ölmüş olmalıdır. Yəni düşünürlər ki, Burke yəqin ki ölüb. The men continued south. Adamlar cənuba doğru davam elədilər. But without enough food, amma kifayət qədər ərzaq olmadan, both Burke and Wills died. Both and həm də. Həm Burke həm də ki Wills öldülər. Aborigines helped the last man. Aborigenlər kömək edilər sonuncu adama. Kimə? Who was still alive. Kim ki hələ də sağ idi. Deməli, aborigenlər hələ də sağ qalan sonuncu adama kömək edilər. And a search party found him in September 1861. Parti nə deməkdir? Qonaqlıq deməkdir, düzdürmü? Amma həm də partinin belə qrup mənasını verdiyi olur. Search party yəni axtarış qrupu. And a search party found him in September 1861. Və axtarış qrupu onu 1861 sentyabrda aşkarladılar, tapdılar. He was half crazy from hunger and loneliness. O, aclıq və tənhalıqdan yarı dəli idi, yəni dəlisov olmuşdu. There were many reasons that the expedition did not go as planned. Ekspedisiyanın did not go as planned, planlaşdırıldığı kimi getməməsi üçün çox səbəb var idi. There were many reasons. It had an inexperienced leader. It had an inexperienced leader. Onun təcrübəsiz lider var idi. Bu hissələrə diqqət edin. Speaking sualların quraşdırında lazım olacaq böyük ehtimal. Deməli, birincisi onun təcrübəsiz lider var idi. The men made bad decisions. Adamlar pis qərarlar verirdilər. Some did not follow orders. Bəziləri əmrləri izləmirdi, yəni icra eləmirdi. And they did not get along. Get along nədir? Get along yola getmək deməkdir. Və onlar yola getmirdilər. But it was the first expedition to cross Australia. Amma o Avstraliyanı keçmək üçün ilk ekspedisiya idi. And Burke and Wills are still known as heroes of exploration. Burke və Wills isə hələ də exploration'ın, yəni səyyahlıqın, bu kəşflərin qəhrəmanları kimi tanınırlar. Okay, başlayaq çalışmalara. Düzü bilmirəm, mən bu lüğət çalışmalarını da sizə izah edeyim yoxsa yox. Bir istəyirəm ancaq aşağıdakı speaking çalışmalarını cümlə qurmağa fokuslanım. Mən bu birinci tapşırığı izah edəcəm, amma zəhmət olmasa siz kommentdə mənə deyin ki, bunları izah eləməyimə ehtiyac var, yoxsa özünüz yerinə qoyub tərcümələrinə baxıb tapa bilirsiniz. Okay. Amma yaxşı çalışmalardır, çünki öyrəndiyimiz sözləri yeni kontekst içində, yeni cümlələr içində işlədib söz ehtiyatımızı gücləndiririk. Sadəcə siz mənə deyin, mən bunları izah eləməyə davam edeyim yoxsa yox. 1. The captain of a ship, gəminin kapitanı gives, verir, nə verir? Yəqin ki, əmr verər də. The captain of a ship gives orders. And the sailors must follow them. Deməli, gəminin kapitanı əmrlər verir. Sailor, dənizçilər isə onları izləməlidir. 2. In baseballda a player hits the ball. Oyunçu topu vurur and runs to the first və birinci nəyə qaçır? And runs to the first. Mən bu baseball terminlərini bilmirəm, görə tapa biləcəkmi? Base ola bilər. Birinci bazaya qaçır. Base sözünü hələ qoyaq bura. Başqa bir şey çıxsa qoyaq sonra. 3. The first Australians, ilk Avstraliyalılar are called. Call çağırmaq, adlandırmaq, are called, məchul növdə adlandırılmaq. İlk Avstraliyalılar nə adlandırılırdı? Yəni onlar nə deyir cəmaət? They were called aborigines. Onlar aborigen adlandırılırdı. 4. Most of the earth has been explored. Yer kürəsinin əksər hissəsi has been explored. Kəşf olunub. Now we are in the age of space. İndi biz space. Kosmos kəşfi exploration dövründəyik də. Now we are in the age of space exploration. Var mı? Var.
5. Kumiko nədir bu? Yəqin ki, adam adıdır. Well with everyone. Hər kəs ilə yaxşı nə var? Sonra əlavə edir ki, she is always nice. O həmişə yaxşıdır and never fights with people. İnsanlarla dalaşmır heç vaxt. Hamı ilə yaxşı yola gedərdi. Onda yola getmək nə idi? Yola getmək deməli idi get along və Kumiko üçüncü şəxsin təkid deyə get along olacaq nə? Gets along. Kumiko gets along ya da she gets along well with everyone. 6. We our new home. Biz yeni evimizi nə etdik? From the wood and stone. Taxtadan, daşdan yəqin ki, tikdik də. We built var mı? Var. We built our new home. Biz yeni evimizi tikdik. 7. Is a common feeling. Common nədir? Sıradan çox rast gələn bir hissdir. Nə? Then you are far from friends and family. Sən dostlar və ailədən uzaq olanda nədir o tez-tez rast gələn bir hiss? Yəqin ki, loneliness. Yalnızlıq, dostlar və ailədən uzaq olanda tez rast gələn bir hissdir. Misli qalmışdıq. 8. Asia is in the northern. Asiya hardadır deyir. In the northern. Şimal nəyindədir? Şimal yarım kürəsində olacaq da. Hemisphere. Sphere oldu kürə, hemi yarım. Hemisphere yarım kürə. Asiya şimal yarım kürəsindədir. 9. The writer Jane Austen said. Yazıcı Jane Austen deyibmiş ki, doings never prosper. Bu şeyləri etmək heç vaxt prosper, çiçəkləmir, artmır. Necə şeylərdir ki, artmır, çiçəkləmir? Halfway ola bilər. Halfway doings. Yarı yolda görülən işlər. Halfway doings, yəni yarımçıq işlər heç vaxt çiçəkləmir. Yəqin ki, belədir. Sonra əlavə ki, it is important to complete things. Şeyləri tamamlamaq vacibdir. ISO. Deməli, birinci səhifindəkinin əksinə olaraq deyir ki, işlərimizi tamamlamaq lazımdır. O birisi əkisi neymiş? Halfway. 10. People who win in the Olympic Games. Olimpik oyunlarında qazanan insanlar are nədirlər? In their countries. Öz ölkələrində qəhrəman olacaqlar da. Are heroes in their countries. Hero sözünü götürüb qoyduq bura. Belə. Sonra var mı? Eyib yox. Beni də yazmıram. Bunları həm işləmək istəmirəm ki, qorxuram maraqsız olar sizə. Həm də ki, qorxuram video çox uzun olar ötürərsiniz. Ona görə siz mədərliklərində istəyirsiniz bunları izah edeyim yoxsa yox. Başlayaq. True, false. Səhvdir və yaxud düz onları izah etməyə. 1. The first Europeans in Australia. Avropadakı Avstraliyadakı ilk Avropalılar built villages in the outback. Outbackdə kəndlər tikdilər. Outback Karayda ölkənin daxilinə deyirlər də. Because there were too many aborigines on the coast. Çünki sahildə çoxlu aboriginlər var idi. Məncə bu tərsinə idi. Siz istəyirsiniz dəqiq bir dənə baxın, amma mən buna false qoyacağım. Düz xatırlayıramsa. Deyəcək ki, no, this is false because the first Europeans in Australia didn't build villages in the outback. Bu cümlə inkar edir ki, outback evlər tikmədi. Because they built their villages on the coast. Çünki onlar kəndlərini sahildə tikmişdilər. 2. The Burke and Wills expedition crossed Australia from south to north. Cənubdan şimala keçdi. Mən bilən elə idi. 2-yə də true deyəcəm, düz olsun. 3. December is a summer month in Australia. Dekabr Avstraliyada yay ayıdır. Ulduz var üstündə. Deməli, özümüzdən fikirləşməliyik. Nəsə belə şübhəli sual oxşadı. Biraz da diqqətlə oxusaq, yadıma gəlir ki, nəsə tərsinə idi orada. Nəsə tərsinə idi iqlim cəhətdən. Ona görə kabrın yay ayı olması normaldır. Bunu true deyəcəm. 4. Much of the interior of Australia. Avstraliyanın interyerinin çox hissəsi is swampy all year long. Bütün il boyunca swampy, bataqlıq kimidir. Swamp bataqlıq deməkdir də. O şirək deyir. My swamp. Şirək cizgi filmine baxsaz, qapını örtüb qışqırır eşeğin üstünə ki, get out of my me deyir o qədim incəsində, neysə. Get out of my swamp. Mənim swamp nə idi Allah Azərbaycanca? Bataqlığımdan çəkil. This is my swamp. Bu mənim bataqlığımdır. Yəni ki, swamp nədir? Bataqlıq. Deməli, Avstraliyanın interyerinin çox hissəsi ilin bütün vaxtında bataqlıqdır deyir. Mən deyirəm bu səhvdir çünki fikir verdirsə deyir ki, yaya qaldılar, yoxsa qışa qaldılar və artıq hərəkət etmək çətin oldu. Yəni diqqətin qulaq asarız biləcəksiniz, siz qayıdın baxın. Və artıq bataqlıq idi, hərəkət edə bilmədilər. Deməli, həmin vaxtda bataqlıq idi, amma əvvəl çətin idisə, deməli həmişə bataqlıq olmur. Ona görə 4 deyirəm false.
5. 11 men crossed Australia with Burke and Wills. Burke and Wills'la 11 adam Avstraliyanı keçdi. Deməli, Burke seçmişlər. Burke özü ilə Wills'i gətirdi səhv eləmirəmsə və 11 dənə də başqa adamı. Yəni hamısı bir yerdə elə 13 olurdu və bunu düz götürürəm. 6. They did not have enough food for their journey. Onların səyahət üçün kifayət qədər ərzağı yox idi. Because the rain slowed them down. Çünki yağış onları slowed them down, ləncitmişdi. Slow down, ləngimək, yavaşmaq. Slow them down, onları ləncitmişdi. Ulduz var üstündə, demək özümüz fikirləşməliyik. Mən deyirəm, yes, this is true. Deyirəm ki, hava yağışlı olduğundan, deyə bir cümlə quraq ki, hava yağışlı olduğundan onlar asta hərəkət etməli oldular və buna görə də ərzaqlarını tükətdilər. Okay. Olduğundan demək üçün since ilə başlayacağım. Since nə deməkdir? Since bir hansı zaman qarşısında işlənir. Məsələn, since 1984-dən bəri. Zaman qarşısında işlənəndə əsasən bəri mənasını verir o zamandan bəri. Amma cümlənin başında gəlibsə, çünki mənasını verəcək və yaxud olduğundan mənasını verəcək. Since the weather was rainy, hava yağışlı olduğundan onlar asta hərəkət etməli oldular. Onlar hərəkət etməli oldular asta. They had to, yəni eləməli oldular. They had to move slowly. Onlar asta hərəkət etməli oldular. Və buna görə də and hence buna görə deməkdir. Hence işlətməyib, this is why deyə bilərik. This is why. Onlar ərzaqlarını tükətdilər. Sadə olaraq they finished their food deyə bilərik və yaxud da ki they consumed. Consume nə deməkdir? Consumer sözü var. Bir var producer, söhbəti uzadıram. Producer, istehsalçı. Consumer, istehlakçı. Deməli, consume nədir? Bir şeyi istehlak eləmək, qəbul eləmək, tükətmək. This is why they consumed all of their food. Buna görə də onlar ərzaqların hamısını consume edilər, yəni tükətdilər. Buna da deyirəm ona görə true. 7. The Aborigines could help the last man still alive. Onlar sağ qalan son adama kömək edə bildilər because they understood how to live in the desert. Çünki onlar səhrada necə yaşamağı başa düşürdülər. Bunu da özümdən cavab verirəm ki, yes, of course. They had an experience, onların experience təcrübələri var idi because they had been living there, yazım ya da. Yes, because, çünki they had an experience. Çünki onların təcrübələri var idi. Since they had been living there for a long time. Since cümlənin əvvəlində deyildi, vergüldən sonra əvvəldə gəl. Nə deməkdir bu? Deməli, since they had been living there for a long time. Onların orada uzun zaman yaşamış olduqlarından, yəni uzun zaman orada yaşayırlar deyə onların təcrübələri var idi. And they could help the last man. Onlar sonuncu adama kömək edə bildilər. Cümlənin axırını elə buradan hazır şəkildə götürüb cavabda istifadə edə bilərik. 8. Burke was a good leader for this expedition. Burke bu ekspedisiya üçün yaxşı bir lider idi. Deyəcəm ki, no, he was not a good leader. Yox, o yaxşı bir lider değildi because he was inexperienced. O inexperienced neydi? O təcrübəsiz idi. Və detallarında növbəti sualları daha ətraflı açacağıq. 1. Where did the first Europeans live when they went to Australia? İlk Avropalılar onlar Avstraliyaya gedəndə harda yaşadılar? Şeydə yaşadılar da, sahildə yaşayırdılar. Çünki yerlilər, aborigenlər outback, interiorda yaşayırdılar. Deyəcəm ki, elə buradan başlayayım ki, cümlənin sualın içindən cavab üçün elə strukturu uğurlayaq ki, when the first Europeans went to live in Australia, they started living on the coast. Onlar sahildə yaşamaya başladılar. Because the Aborigines
were in the outback. Çünki aborigенlər outback'də idilər. 2. Why were camels good animals for this expedition? Dəvələr nə üçün bu ekspedisiya üçün yaxşı heyvan idilər? Hoppa, dəvə üçün bu kitabın ilk versiyası olan, ən sadə olan Facts and Figures-da yaxşı bir mətn var idi. Əgər onu xatırlayırsınızsa, buna özünüzə yaxşı cavablar fikirləşib yaza bilərsiniz. Kommentdə cavabınızı gözləyirəm. 3. Why did the men leave some of their supplies behind? Niyə adamlar təchizatların bəzilərini leave behind, geridə qoydular? Çünki olmuşdu da. Çünki onlar daha tez hərəkət etmək istəyirdilər. Gəlin belə bir cümlə quraq. Çünki onlar daha tez hərəkət etmək istəyirdilər. Mən zəhləm gedir bu ə hərfini, ö hərfini qoymamaqdan sadəcə. Hər dəfə ingilis klaviaturasından Azərbaycanı dəyişəndə kompüter məni incidir. Çünki W hərfi ingilis klaviaturasında var. Neysə. Çünki onlar daha tez hərəkət etmək istəyirdilər. Because onlar istəyirdilər. They wanted. Hərəkət etmək nədir? Move. Hərəkət etmək feil, istəmək feil. İki dənə feilin arasında move to-nu qoyacaq. They wanted to move. Because they wanted to move daha tez, faster. Because they wanted to move faster. 4. Why was it difficult to travel in the interior of Australia? Avstraliyanın interyerində, yəni daxilində hərəkət etmək niyə çətin idi? Düz xatırlayıramsa, niyə görə idi? Siz özünüz yazın da. Qayda mətnədən təkrar baxın, diqqət eləyin, özünüz kommentə yazın. 5. What happened to some of the camels? Və bu söz camel deyə tələffüz olunmur, camel deyə tələffüz olunur. Dəvələrin some of the camels, dəvələrin bəzi. Dəvələrin bəzilərinə nə oldu? Nə baş verdi? Oradakı iki cümlə quruq ki, dəvələrin bəziləri öldü. Bəziləri öldü. Bəziləri isə yemək üçün öldürüldü. Okay, gəlin bu cümləni quraq. Dəvələrin bəziləri öldü. Necə quracaq? Some of the camels died. Bəziləri isə and some of them and də görürsünüz də həm və deməkdir, həm də isə and some of them bəziləri isə yemək üçün öldürüldü. Öldürmək nədir? Kill. Kill, öldürmək. Bəs məchul növdə, yəni öldürülmək deyəndə olacaq to be killed. Yəni bura birbaşa quraşdıranda da sözü were killed. Yəni onlar tərəfindən were killed. Yemək üçün for food. Dost. Food. Some of the camels died and some of them were killed for food. Okay. 6. Give 2 reasons why this expedition had so many problems. Bu ekspedisiyanın belə çox problemləri olmasına 2 səbəb ver. Sizin xətrinizə 3 səbəb verək. Birincisi, liderləri təcrübəsizdir. 1. Onların lideri təcrübəsizdir. Their leader was inexperienced. İkincisi, adamlar dalaşırdı öz aralarında. Daha doğrusu mən adamdır, mən adamlar cəmdir də. The men fought. Fight, dalaşmaq. Keçmişdə isə fought, dalaşırdı. Üçüncüsü də ki, dənizçilər, the sailors, dənizçi də var, adamlar deyiləm. Adamlar əmrləri icra eləmirdilər. Follow, izləmirdilər. The men didn't follow the orders. Okay? 7. Do you think Burke and Wells should be called heroes of exploration? Do you think, sizcə, yəni sən düşünürsənmi? Səncə Burke və Wells exploration, bu kəşfin, səyahlığın qəhrəmanları adlandırılmalıdırmı? Səncə onlar qəhrəman adlandırılmalıdırmı? Niyə? Bunu özünüz bir dənə writing eləyin, writing də lazımdır da. Writing eləyin, kommentə yazın, mən yoxlayacağım. Yəni, ağlınıza heç nə gəlmirsə yazın ki, təxmin ideya verirəm də. Baxmayaraq ki, onlar real nəticə əldə edə bilmədilər. Adamların hamısı öldü, amma onlar bir ilkə imza atdılar. Onlar heç kəsin etmədiyi bir şey etdilər. Ona görə də onlar qəhrəman sayıla bilər. Yəni, təxmini belə bir şeylər yazın. Kommentə yoxlayın. Görüm nə qədər oldu. 35 dəqiqədə danışıram və bilmirəm, davam edeyim, uzadım yoxsa yox. Okay, i-də deyək ki, mətnin əsas ideyası paragraf 4. 4-cü paragrafa görə baxaq. Yəni 4-cü abaza baxaq, görək nəymiş. Yazbaza baxaq. Nömrə də qoymuşlar üstünə. 1, 2, 3, 4. The expedition had many problems from the beginning. Ekspedisiyanın əvvəldən problemləri var idi.
Burke had no experience in the outback. Burke'un orada təcrübəsi yox idi, adımlar dalaşırdı falan filan. Okay, bunların qırışmasından, problemlərindən bəhs edəcək də. Robert ekspedisiyanı şeylədi, liderlik elədi. Ondan çox düzlük olmağına elə olub. Elə idi. O şimdi kimsə liderlik elədi, amma əsas o deyil də. Əsas odur ki, the expedition had many problems. Ekspedisiyanın çox problemləri var idi. Düz baxın, C də düzdür ki, Burke'un orada təcrübəsi yox idi. Amma fikir verirsə, digər problemlər də sadalandı. Ona görə C düzdə oxşuyur, amma natamam cavabdır. B, elə A da düzdür, yəni düzdür, onun təcrübəsi yox idi. Amma A və C ayrı-ayrılıqda natamam cavablardır, amma B daha dolğun problemi əks etdirir. F də var, turn into, bir şeyi dəyişib çevirmək, get along, yola getmək, break down, sınıb qalmaq, işləməyi dayandırmaq, colon, çağırmaq, proveyi kənara qoymaq. Mən vaxt uzatmayayım, videosu sıxıcı olmasın, özü yerinə qoyun, işləyin, hansını sual olsa soruşun. Bir də mənə deyin, təkrar etməkdən yorulmayın ki, mən bunları çəkim növbəti videolarda, çünki hərəsində bu qədər çoxlu tapışıqlar var. Burada da artikeldir, ümumiyyətlə artikel haqqında əlavə bir video, ayrıca bir video qoyacağım, çəkəcəm. Və burada writing çalışması var, qoyub bizə yenidən. Deyir ki, write one of these two short compositions. Bu ikisindən biri haqqında writing edin deyir. 1. You are the last person still alive from the Burke and Wills expedition. Deyir ki, siz Burke və Wills ekspedisiyasından sonuncu sağ qalan insansınız. It is September 1861, 1861 sentyabrıdır, and the search party has just found you. Deməli, axtarış partisi, axtarış qrupu elə incə sizi tapıb. Tell them what happened to you. Hə, sizin başınıza gəldiyini söyləyin onlara. Deməli, özünüzü qoyursunuz oradakı sonuncu sağ qalan insanın yerinə. Başınıza gəlib, ümumiyyətlə, oradakı insanların başına gələni mətndə izah edir də. Yəni, uzun sözün qısası mətndə olanları öz dilinizdən yenidən nəql edin deyir. Yaxşı bir çalışmadır. O qədər çətin də deyil, amma maraqlı. Götürün, yazıq kommentdə. Yoxlayacağım. 2. You are the leader of another expedition across Australia. Siz digər bir ekspedisiyanın liderisiniz Avstraliya boyunca. Explain what you will do differently. İzah edin ki, nəyi fərqli edərsiniz? Hə, bunların başları daşı dəyib də, belə biçməsin, yəni onların başlarına ziyanlıq gəlib deyim. Sən başqa bir ekspedisiyanın lideri etsən, nəyi edərdin? Yəni bunların elədiklərinin tamamı tərsini özünüzdən yazacaqsınız. Yəni o qədər çətin bir şey deyil, o qədər böyük bir kreativlik, zehin tələb eləmir, zehni əmək tələb eləmir. Sadəcə ingilis dilində düşünüb yazmalısınız. Yazın, mən kömək edəcəm. Şey yazmaq istəyim. I learn from the mistakes. Deyir ki, I learn from the mistakes of people who take my advice. Mənim məsləhətimi götürən, məsləhətimi qəbul edən insanların səhvlərindən öyrənirəm. Yəni ki, biz də bunların elədiyi səhvlərdən nəticə çıxarıb əksini yazmalıyıq. Bir dənə də atalar sözü yadıma düşür, çox danışıram. Deyir ki, falan şey kimdən öyrəndin? Dərsi boğazından çıxmış qardaşımdan. İndi, bunların başlarına gəlibsə, öz səhvlərindən gəlibdir, daha doğrusu təcrübəsizliklərindən və onun əksini bir essay ilə yazın, yoxlayın və növbəti mövzuda görüşənədək salamat qalın, dəstəyinizi kommentdə, like-da gözləyirəm. Sağ olun.